Bugünkü verilişimizdə böyük şair və alim Məhəmməd Füzulinin qələmə aldığı Aşiyani mürğidil zülfü pərişanındadır. Qan da olsam ey pəri, könlüm sənin yanındadır. Mətləb beyti ilə başlayan qəzəli sizlər üçün şərh edəcəyik. Əlbəttə ki, dəyərli qonağımızın iştirakı ilə. Yeri gəlmişkən qonağımızı sizə təqdim etmək istəyirəm. Həm dəyərli ilahiyyatçı alim, həm də gözəl qələm sahibi Hacı Axund Azər. Hacı, xoş gəlmisiniz verilişimizə. Sağ olun, Allah razı olsun. Aşiyani mürğidil, zülfü pərişanındadır. Qan da olsam, ey pəri, könlüm sənin yanındadır. Biz bu beytə, bu mətləb beytə zahirən baxanda görürük ki, burada Baxırsan, zahirdə aşiqanə bir qəzəldir. bəli. Ancaq bunun batininə varanda görürsən ki, burada müxtəlif fəlsəfi və irfani mövzular açılır. Aşiyane murğ del. Əslində del ürəkdir. Özdə maddədir. Əslində elədir. Bəli. Aşiyane murğ del. Amma burada ürəyin quşunun yuvası olanda keçir mənəvi məsələyə. Bəli. Maddədən çıxdı. Tamamilə Elə deyil? doğrudur, bəli. Mənim del ürəkdir, morğ quşdur, aşiyan da yuvadır. Yuvadır. Ürəyimin quşunun yuvası sənin dağınıq saçlarındadır. Deməli, burada dağınıq saç özü də mənəvi bir işarədir. Fiziki saçdan bəli, söhbət fiziki getmir. bir Bəli. şey deyil. Və bunu təsdiq edən əsas bir kəlmə söz var orada. Harda olsam, yəni orada qanda, yəni harda Bəli, bəli. mənasındadır da. Deyir, harda olsam ey pəri. İndi bax, burada pəri məsələsi var. Axı, pəri gözlə görsənən deyil. Bəli, o can quşu. Pərini gözlə görmək olmaz. Duraq deyək ki, bu tam ümumiyyətlə, bu hardasa başqa bir tam o duraq maddiyyatdan da çıxardaq o da deyil. Çünki aşiyanı murğı del var burada. Aşiyan var, yuva var, zülfü pərişan var. Bunlar hamısı var. Amma görürsən ki, maddə ilə mənanı qarışdırır Füzuli. Axırda deyir, ey pəri. Pəri də gözlə görsənmir. Məxluqdur ya. Amma məxluqdur. Pəri. Harda olsam ey pəri. Mümkündür deyərdi ki, harda olsam dilbərim, harda olsam dilbərim, könlüm sənin yanındadır. Füzuli üçün rahatdır belə şeylər. 100 dənə söz tapıb demək olar. Amma Füzuli deyir ki, harda olsun ey pəri. Pəri özü məxluqdur ya. Məxluqdur. Amma gözə görsənmir. Məxluq olub gözdən qeyb olan varlığa istər-istəməz bir dənə işarə vurulur. Bəli, mücərrəd. Həm də Yox, ki, biz məxluqdur, yaradılmışdır, bəli. amma qeybdədir. Gözdən qeyb, ümumiyyətlə, həsrət intizar dolu şeirlər əksəriyyəti İmam Zaman həsrətində yazılan şeirlərdir. Mən demirəm, heç vaxt heç kim hökm eləyə bilməz ki, bu elə buna aiddir. Yox. Şairin öz içindədir ki, mən aid nə yazıbsa. Aşiyani mərq dil zülfü pərişanındadır. Harda olsam ey pəri, könlüm sənin yanındadır. Artıq könül dildir, ürək deyil. Həmən o ürək quşu həmən könüldür. Bu mənəvidir. Artıq maddiyyatdan çıxıb, maddi deyil. Yəni, mən harda kim nə eləyirsə eləsin, mən hara gedirəmsə gedim, mənim könlümün quşu ancaq sənin yanındadır. Ona oxşar bir şey də mən tərki Füzuli, sərkuyin yarın, vətənimdir, 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 vətənim. Bu deyir ki, mənim fikrim, zikrim ancaq sənsən. Mənim könlümün, ürəyimin quşunun yuvası sənin dağınıq saçındadır. O da niyə görə bəyəxtı düzə, o zahirdə o ki, gözəl bir qəzəldir, dağınıq saç quşun yuvasına oxşayır da, o nöqteyi nəzərdən. Deyir ki, aşiyanə mürğə del zülfü pərişanındadır, o dağınıq saçındadır. O dağınıq sözünün içərisində də böyük mənalar var. Amma indi hər birində oralara gedib çıxsaq, bu çox
vaxt Bəli, aparar. düzdür. Onun üçün ayrıca bir uzun bir bəhs lazımdır ki, hər bir sözün özünün irfani bir istilahi mənası var ki, bu niyə görə belə olur, niyə görə belə olur, amma zahirdə gözəl bir sözdür və heç şeyə də aid eləməyək bunu. Kim istəyir maddiyyata aid eləsin, kim istəyir mənəviyyata aid eləsin. Biz belə düşünürük ki, Füzuli burada mənəvi eşqdən danışır. Maddi eşqdən danışmır, ilahi eşqdən danışır. Aşiyan-ı mırğı dil, zülf-i pərişanındadır, harda olsam ey pəri, könlüm sənin yanındadır. Bu da o deməkdir ki, mənim bütün fikrim, zikrim sənsən, mən hara gedirəmsə gedim, ancaq gələcəyəm sənin yanına. Bu aləmdə bir nizam var, nizam Bəli, varsa və nazım nizam da- var. Amma bu deyir ki, bu aşiqdir, amma deyir ki, mənim könlümün quşunun yuvası, o mürğü dilin yuvası, o nizamsızlığın içindədir. Əslində o Bəli. dağınıqlığın içindədir. Ümumiyyətlə qanunla belədir, xəzinə xərabəlikdə olur. Xəzinə xərabəlikdə olur. Buradakı xəzinə yarın üzüdür. Xərabəlik isə onun üzünə tökülən, üzünün ətrafında dolaşan saçlardır. O zülfdür ki, zülfü pərişan. Necə Seyid, necə deyir Seyid Əzəm? Deyir, Zahid o zülfüdə ruxsaruvu gördükdə dedi. Zülfün arasında ruxsaruvu görəndə Zahid nə dedi? Zahid hərə öz arşını ilə ölçür axı. Zahid dedi ki, bu Hindu beçədir məktəbə Qur'an aparır. Hindu bütpərəstdir. Hindu beçə qara bir Hindu balası tutub əlində Quranı məktəbə gedir. Təsəvvür elə, o zənci, yəni ki, qara rəngli və bütpərəst, yəni küfür, içərisində bir dənə iman. Əlində bir iman aparır. Zülfüvün arasında ruxsarıvı görəndə belə başa düşülür. Və yaxud da ki, tökülüb zülfü siyah, Sabir deyir, tökülüb zülfü siyah avrizi ağlın üzərə, Kəbəyə çöl ərəbi mane olur hüccacı. Xosrovu Hüsnün Əzizin sən demişsən tacı. Orada deyir ki, saçın ki tökülüb arız ağlın üzərə, üzvə, yanaqva filana, elə bilginən ki, zəvvarlar Kəbəyə yetişməyi istəyir, ərəblər qoymur. Çöl ərəbləri qoymur. Saçı deyir, çöl ərəbləri deyir, baxışım zəvvardır, Kəbə isə sənin üzün. Bütün bunlardan məqsəd nədir? Ki, o dağınıqlığın içərisində, xərabənin içərisində o xəzinənin olmağı, zülfün arasında üzün görsənməyi, bənzəyir buludların arasında ayın görsənməyinə, yəni hər bir o xəzinə ki, xərabəliyin içindədir, hər bir rahatçılıq ki, əziyyətin içərisindədir və bu dünyada olan nizam, intizam bu kəsrətdən üzü vəhdətə doğru. Saçın çoxluğu, saçın qaralığı və amma bir dənə nurun olması. Zülmət həmişə cəm halda olur. Minə zülümatı ilə nur. Nura ənvar demir. Birini cəmdə deyirsən, birisini də cəmdə deyinəndə, nuru cəmdə demir, tək halda deyir. Nur. Nurun cəmi ənvardır. Amma zülmətin cəmi zulumatdır. Minə zülümat ilə nur. Zülmətlərdən nura doğru. Zülməti cəmdə deyir, nuru təkdə deyir. Kəsrətdən vəhdətə. Bəs ki, hicranındadır xasiyyəti qəti həyat. Ki, ondan ayrı qaldın, yardan ayrı qalanda bu o deməkdir ki, artıq həyat diyandır. Bəs ki, hicranındadır xasiyyəti qəti həyat. Doğrudan da həyatın kəsilməyi, qət, yəni kəsmək. Həyatın, yaşayışın kəsilməyi səndən ayrı qalmaqdadır. Dalıcan da təəccüb eləyir. Ol həyat əhliyinə heyranəm ki, hicranındadır. O cəmaata heyranam ki, təəccüb eləyirəm ki, səndən ayrı necə yaşayırlar, necə kef eləyirlər. Buna həyat demək olar. Səndən ayrıldıq, əslində həyat yoxdur. Hacı, buradakı hicran aşiqlərin yaşadığı hicran deyil də, yəqin ki. Hələ bu hicran məhz aşiqlərin yaşadığı hicran deyir. Axı, aşiqlərin yaşadığı hicranın içində elə bir vəslət var, vüslət var. Yox. Hicranın içərisində vəslət yoxdur. Vəslətə ümid var. Ümid var. Həmən o vəslət, yəni qovuşmaq, hicran, yəni ayrılmaq. Elədir. İnsan ayrılanda,
ancaq vüsalın ümidi ilə yaşayır. Və bu ümid ona çox şirin gəlir. Və qovuşmağın o ləzzəti o qədər bunun üçün zövqü gözəldir ki, bizim İlqar Fəhminin bir şeiri var, deyir, sənə yetmək nə səadətdir. Sənə qovuşmaq nə xoşbəxtçilikdir. Deyir, sənə yetmək nə səadətdir. Burax əllərimi. Qoy gedim, itməyə yox, bir də sənə gəlmək üçün. Ki, o zövqü bir də yaşayım. Hicran olmalıdır ki, vüsalın zövqü bilinsin, məlum məsələ. İnsan bu dünyaya gəlib, hələ hey nəyisə çatışmır. Düşüb bu arzulandalayacaq. Falan şeyim olsa xoşbəxt olaram, bu olsa xoşbəxt olaram. Ona çatır, olmur, buna çatır, olmur. Olur, bir-iki gün xoşbəxt olur, sonra adiləşir. Hələ, amma içərisindəki həsrət bitmir. Bəs ki, hicranındadır xasiyyəti qəti həyat. Əslində o gəldiyi yer üçün darıxır insan. İnsan ondan ayrılıb gəlib onun üçün darıxır. O heyran, Füzulidir də, bu heyran olduğundandır ki, heyran olduğunu bilməz. Bəs ki, hicranındadır xasiyyəti qəti həyat. Ol həyat əhlinə, heyranam ki, hicranındadır. Əgər səni tapan, səni bilən, sənsiz necə qala bilər? Hazır növbəti beytdə deyir ki, ikinci beytdə, eşqi dərdi ilə xoşam, əl çək əlacımdan təbib, qılma dərman kim, həlakim, zəhri dərmanındadır. Həqiqətən, burada baxırsan ki, zahirən ziddiyyət var sözlərdə. Məsələn, həm zəhər deyir, həm dərman deyir, zəhərə dərman deyir. O mənim dərmanımdır deyir. Məsələn, buna bənzər beytlər bir neçəsi mən Nəsimidə oxumuşdum. O ki, bir məşhur qəzəli var, bu mətlə beyti ilə başlayır. Dilbəra, mən səndən ayrı, ömrü canın neylərəm, tacı təxti, mülkü mali, xanımanın neylərəm. İstərəm vəsli camalın taqılam, dərdə dəva, mən sənin bimarınam. Özgə dəvanı neylərəm. Məsələn, burada sonra başqa bir dənə yerdə deyir ki, dərdimin dərmanına heç kimsə bilməz üçün əlac, yaridən özgə nə çarə söylə gelsən, ey təbib. Yəni, mənim dərdimin dərmanına heç kim əlac bilmir. Axı, onun elə dərmanı yarın özündədir də. Burada sanki təbibi, zahiri bir iş görən insana elə biləm bənzədibdir. Elə bilirəm deyəndə elə elədir. Çünki təbibin işi, təbib cismin təbibidir. Busa mənəviyyat xəstəsidir. Ona görə burada təbibi aşağılamır. Təbib gözəldir, yaxşıdır, ancaq cismaniyyat üçün, maddi dünya üçün. Mənəvi işlərdə təbibin əli yoxdur. Eşq dərdi ilə xoşam. Mən xoşam, mən üçün yaxşıdır. Əl çək əlacımdan, təbii. Mənim əlacımdan əl çəkinəm. Mən eşqin dərdi ilə bu zövqdə yaşayıram. Mənim əslində məni həlak eləyə həlakim zəhri dərmanındadır. Sənin dərmanının nəticəsində mən ölə bilərəm. Yəni ki, eşq xəstəsinə təbib heç nə eləyə bilməz. Onu hətta eləyirdilər başqa yolla ki, çıldaq edirdilər, ona dağ basmaq deyirlər də, bilirsiniz də. Dağ basırdılar çıldaq kimi də ki, ayılsın. Füzuli onun üçün deyir ki, pəmbəyi dağı cünun içrə nihandır bədənim. O dəliyə ki, pambıqla çıldaq eləyirlər, dağ basırlar, o dağ odur. Pəmbəyi dağı cünun içrə nihandır bədənim. O qədər aşıqəm mənə, o qədər dağ basıblar ki, bədənim gizlənib onun içində, hə? Pəmbəyi dağı cünun içrə nihandır bədənim. Diri olduqca libasım budur. Nə qədər ki, mən diriyəm, mənim libasım belədir. Ölsəm kəfənim, öləndə də elə kəfənim bu olacaq. Çünki şəhid olacağım, şəhədə kəfən lazımdır. Məcazım mənim şeiriyyat nöqteyi nəzərindən də. Sonra növbəti beytdə deyir ki, çəkmə damən naz edib, üftadələrdən vəhm qıl, göylərə açılmasın əllər ki, damanındadır. Hacı, burada da çox, belə deyək də, zahirən baxanda... Demək, cümlə
bir də zəhmət olmaz. maraqlı. Bazı cümlə deyir ki, Çeşmə damən nazilə, çəkmə damən nazilə, üftadələrdən. üftadələrdən vəhməqul. Vəhməqul yəni qorx. Naz eləyib damənüvi, damən yəni nədir? Ətək. Ətəyindən. Ətəyi çəkmə naz eləyib. Üftadələrdən qorxginən, vəhmələ. Üftadələr kimdir? Düşmüşlər. Yerə düşüb, sənin ətəyindən yapışıblar. Yaxadan yapışmaq var ha. Yaxadan yapışmaq tələbdir. Tələb eləyirsən. Amma ətəkdən yapışmaq Yalvarırsan. yalvarışdır. İnsan ətəkdən yapışanda ovucun içi bağlanır. Tutmusan ətəyi, ovucların bağlanıb. Sən əgər çəksən ətəyi, ümidimizi üzsün, əlimiz açılacaq, ovuclar qalxacaq yuxarı, əllər. Orada çətin olacaq. Artıq Allaha doğru gedəcək. Nə qədər ki, səndən istəyirlər, sən onlara əta elə. Daməndən əlim çıxsa, ətəkdən əlim kəsilsə, əlimi açacağım Allaha, onda sən nə cavab verəcəksən? Nazilən çəkmə ətək üftavdələrdən vəhmi qıl, göylərə açılmasın əllər. Ki, daman əl çıxanda, əl istər-istəməz ovucun içi açılır göyə. Açılır göyə, onda nə olar? O, sənin üçün qorxulub da, axı, biz səndən istəyirdik bunu. Sən bunu əta eləməliydin. Hər nədirsə ya, istədiyimiz hər nədirsə. Yəni ki, sən mənə verməsən, Allaha şikayət eləyərəm. Özü də şikayət eləyən kimdir? Üftadələrdir ya, çarəsizlərdir, muztərlərdir. Qəlbi sınmışdır. Qəlbi sınmışlardır ki, Allah olan duasını tez eşidir. Bax, bundan gedir. Ancaq burada məsələ nədir? Burada ki, vəhmi qıl kəlməsini işlədib. Qorxuyor. Düzdür, bunu biz şeiriyyat baxımından incələsək, o mümkündür. Bəzi söz sənətləri var ki, orada istifadə eləyirlər, məsələn, kamil insana deyirlər. Burada ki, aşiqin məşuqa vəhmi qıl deməyi, bu nə dərəcədə? Aşiq məşuqa nəinki vəhmi qıl deyər, aşiq məşuqa bivəfa da deyir. Bivəfa da deyir. Əvvəla, aşiqlərin hərəsinin özünün məqamı var ki, hansı məqamda nə deyirlər? Bir dəfə mən biləm, bu söhbəti eləmişik, Füzuli bir yerdə deyir ki, pərişan xalq-ı aləm ahı əfqan etdiyimdəndir, pərişan olmağım xalqı pərişan etdiyimdəndir. Mən ahı əfqan eləyirəm, cəmaat pərişan olur. Mən ona görə pərişanam ki, xalqı pərişan eləmişəm. Amma o biri qəzəlində deyir ki, ey Füzuli, öldün əfqan etmədin, rəhmət sənə, ahı əfqanın ilə xalqa əziyyət vermədin. Əvvəl əfqan eləyib, o etapları keçdiysən, aşiqin fikri də dəyişir. Aşiq dünən başqa söz deyir, sabah tamam başqa söz deyir. Bəs, axı, Leyli ki, gəlir, deyir, gəl qovuşaq. Bəs, məktəb vaxtı istəyirdin də məni. Bir şimdi bulubam kamalı hasil, əbcəd səbəqin oxur mu kamil? O məqama gəlib çatmışam ki, artıq başqa məqamdır. Həram ola. Aşiqin də müxtəlif o məqamları var ki, burada bu sözü deyir. Anladığı odur, başa düşdüyü odur. Yəni, o sadiqliyinə xələl gətirmir. Qətiyyən. Çünki Füzuli deyir ki, gərdlərsə Füzuli ki, gözəllərdə vəfa var, aldanma ki, şair sözü əlbəttə yalandır, gözəldə vəfa olmaz. Həmən o gözəl deyiləndə, büt deyiləndə ondur məsum nəzərdə tutulur, irfani əzəllərdə. Onlarda vəfa olmaz, onlarda sədaqət olar, onlarda sidq olar. Vəfa balaca şeydir sidqin yanında. Hə, o ki, qaldı aşiqə cürət verilmək, aşiq həmişə cürətli olur. Çünki aşiq öz məşuquna ərklə söz deyə bilir. Yeganə eşqdir ki, eşqlə təkəbbür eləmək olar da. Başqa şeylə yox. Elmlə, imanla, varla, dövlətlə olmaz. Bir dənə eşqlə olar ki, eşq özü üftadəlikdir, axı, sınmaqdır. Mən sınmağımla fəxr eləyirəm. Padişahım, sən məni qıl bir qəbuli xidmətə, mən gədai kuyun olmaqdan məgər areylərəm. O sınmağı ilə fəxr eləyir, aşiqliyi ilə. Hətta tənə vurur ki, qıl təfaxur kim, sənin vardır, mənim tək aşiqim. Leylinin Məcnuni, Şirinin əgər Fərhadı var. Qıl təfaxur ki, fəxr elə ki, mənə kimi aşiqim var. Qıl təfaxur kim, sənin vardır, mənim tək aşiqim. Leylinin Məcnuni, Şirinin əgər Fərhadı var, məndə Məcnundan Füzun aşiqlik istedadı var. Budur mən ki, aşiq
ərk eləyir və onda sözü səmimi olur. Ərk eləyəndə söz səmimi olur. İçində nə var onu deyir. Məst-i xab naz olub, cəm et dil sət parəmi, çünki hər bir parəsi bir nov ki müjganındadır. Deyir ki, zahiri belədir ki, nazla yuxuya gedib, məst-i xab nazla yuxuya gedinən, ürəyimi birləşdirginən. Cəm et, birləşdir. Dil sət parəmi, səd yüzdür, para, 100 para olmuş ürəyimi yuxuya gedərək birləşdir. Adam deyir ki, bu yuxuya gedəndə yuxuda olacaq bu şey, necə olacaq? Yox, hələ deyir, insan gözünü yumanda kipriklər bir-birinə birləşir. Deyirsən, gəlib baxmısan, müjgan kipriyidir. Sən gəlib mənə baxmısan, kipriklərin gəlib ürəyimə sancılıb, çıxanda hərə peykanın ucunda bir parça ürəyimdən qopardıb aparıb. İndi o ürəyin birləşməsi üçün məstixabı naz olub, cəm et dil sət parəmi, çünki hər bir parəsi bir nov ki müjganındadır. Kipriyin ucunda hərəsinin bir parçası var ki, gözləri ancaq qapasan, o kipriklər birləşəcək, mənim ürəyim birləşəcək. Ondan sonra gözlərim yaşın görür, Duzlu şur, etmə nifrət kim bu həm? Etmə nifrət kim bu kim? Ol nəməkdəndir ki, ləli şəkkər əfşanındadır. Sənin şəkkər əfşanında, o şirin dilində. Şirinlik kifayət eləmir, çox şirinlik şit olur. Mütləq içərisində duz olmalıdır onun. Bilirsən, bir adamın şirin söhbəti olur, deyirsən ki, duzlu söhbəti var. Duzdur bu adam. Söhbətində duz var bunun. Belə bir ifadə var. Gözün şorluğunun deyir səbəbi odur ki, onu dadsan görəcəksən şordur. O, sənin şirin danışan danışığından əmələ gəlib bu şey. Gözəl danışıq üçün deyərlər ki, bu məlahətlidir. Səs üçün deyərlər məlahətdir. Məlahət nədir? Milhdir də. Milh nədir? Duzdur da. Yəni, onun şirinliyindəndir ki, mənim gözlərimin, onun həsrəti ilə gözlərimin yaşı axır, ona görə şordur. Sonuncu beytdir, sonra yoxsa biri də var hələ. Bəli, sondur. Ey Füzuli, şəm etək mütləq açılmaz yanmadan. Qırğın buradadır da indi. Sümbülün, tabilər kimi sümbülündən rişteyi canındadır. Rişteyi canındadır. Azı burada şəm etək mütləq açılmaz yanmadan. Ey Füzuli, şəm etək mütləq açılmaz yanmadan. Ey Füzuli, mən müraciət eləyir. Şəm etək, yəni şam kimi. Mütləq, bu mütləqdir ki, açılmaz, yanmadan. Tabilər, tab nədir? Düyünlər. Tabilər ki, sümbülündən, sümbül bilirsən nədir? O saça işarədir, zülfə işarədir, buruq-buruq. Sümbülündən, sənin saçından rişteyi canıma ki, düyünlər düşüb. Bu, şam kimi yanması açılmaz. Mütləqdir ki, bu şam kimi yanmalıdır ki, açılsın. Üzr istəyirəm, bax. Füzuli deyir ki, o bu düyün ki var ha, açılmayan düyün neyle açılar? Yanmaqla açılır. Başqa yolu var. Yandırırsan, kül olur, açılır. Açılmayan düyünlər budur. Ancaq yandırmaqla açılır. Bu maddi aləmdə belə deyək. Amma Füzuli özü üçün deyir, Füzuli bəyən bayaqdan deyir, dərdi maddi dərddir ki, ya yandırmaqla açılsın. Deyir, Füzuli, ey Füzuli, şəm etək, mütləq açılmaz yanmadan. Burada mən belə düşünəm ki, yanmadan deyir, inkar deyir, əksinə təsdiqdir, yanmadan. Yəni, yanmaqla da açılmaz. Çünki maddi olsaydı, yanmaqla açılardı. Açılmayan düyünlər yanmaqla açılar. Mənəvi isə yanmaqla da açılmaz. Ona görə onun deyilişində belə olmalıdır ki, ey Füzuli, şəm itək mütləq açılmaz yanmadan. Yanmadan yox, yanmadan. Yəni, yanmaqla şəm itək mütləq açılmayacaq. Niyə? Tabilər kimi sümbülündən rişteyi canındadır.
o canla Sümbül o zülfün bağlılığı ki var, o mənəvi bağlılıqdır. O düyünlər ki gəlib düşüb, eşqin düyünü ki var mənim ürəyimdə, sən məni yandırsan da o düyün açılmayacaq. Yanmaqla açılmaz. Mən demirəm Füzuli məhzələ mütləq bunu belə deyib ha. Sadəcə olaraq mən belə düşünürəm. Çünki fikrim odur ki, yanmadan olsa, yanmaqla elə bütün maddi düyünlər açılır da. Sənin də düyünün əgər yanmaqla açılırsa, onda da nə fərqin oldu başqalarına? O deyir ki, yox, məndə yanmaqla da açılmaz. Yanmadan. Yanmadan yox. Bir var yanmadandır, yanmasa olmaz. Bir var ki, yanmaqla. Yansa da belə olmaz. Mən belə düşünürəm, amma ümumiyyətlə, indi Füzulinin böyüklüyü odur ki, hərə öz fikrini deyir, hərə bir cür fikirləşir. Mən bu fikirlə qane olmuşam və iddia da eləmirəm Füzuli belə deyir. Sadəcə olaraq mənim düşündüyüm Füzuli belə deyər. Yəni, bunu düşünürəm mən. Allah sizin elmimizə, ömrünüzə bərəkət versin. Allah Həqiqətən köməyiniz olsun. çox maraqlı, nurani bir veriliş oldu. Ümid edirəm ki, izləyicilərimiz üçün də çox xoş olacaq. Çünki sizin özünüzə məxsus şərhləriniz həm bizim üçün, həm də dinləyicilərimiz üçün çox maraqlı olur. İnşallah gələn verilişlərimizdə də sizin xidmətinizdən istifadə edərik. Allah köməyiniz olsun, Var olun. inşallah. Görüşək. Əziz və dəyərli izləyicilərimiz, bugünkü verilişimizdə Məhəmməd Füzulinin qələmə aldığı bir dəyərli əsəri sizlər üçün şərh elədik. İnşallah gələn verilişlərimizdə görüşmək ümidi ilə. Allaha əmanət olun.